Salam əziz izləyicilər, bugünkü mövzum omega 3 haqqındadır. Orqanizmimizə vacib olan əsas maddələrdən biridir və bunu kimlər qəbul etməlidir? Bu haqda danışacağım. Ona görə də ekrana yaxın əyləşirsiniz, videonu sonuna qədər izləyirsiniz və təbii ki, ətrafınızla mütləq olaraq bu videonu paylaşırsınız. Bizim orqanizmimiz omega 3 yağ turşularını sintez etmir. Sintez etmədiyi üçün də mütləq olaraq maddələr mübadiləsini sürətləndirmək istəyiriksə, kritik olaraq bu maddəni qəbul etməliyik. Yəni hər bir kəs omega 3-ü qəbul etməlidir. Ümumiyyətlə omega 3 kimlər içməlidir, nə üçün vacibdir və hansı omega 3-ü almalıyıq? Omega 3 alarkən mütləq olaraq iki şeyə diqqət etməlisiniz. İlk növbədə məhsulu sizə göstərəcəm. Baxın, Neovita tərkibində omega 3 yağ turşuları və baxın, EPT-DHT mütləq olaraq omega 3 alarkən, baxın, bu iki maddəyə mütləq nəzər etmək lazımdır. Ümumiyyətlə, omega yağ turşusunu kimlər qəbul etməlidir? Xolesterindən əziyyət çəkirsənsə, qan təzyiqindən əziyyət çəkirsənsə, infarkt riskini azaltmaq istəyirsənsə, yaddaşını gücləndirmək istəyirsənsə, görmə qabiliyyətini yaxşılaşdırmaq istəyirsənsə, hamilələrdə uşağının sağlam beyin inkişafı, sürətli şəkildə görmə qabiliyyətini sağlam şəkildə dünyaya gətirmək istəyirsənsə, mütləq qəbul etməlisən. Dərinizi cavan saxlamaq istəyirsinizsə, dərinizi gözəlləşdirmək istəyirsinizsə, saçlarınız tökülürsə, saçlarınızın uzanmasını və sağlam şəkildə gözəl olmağını istəyirsinizsə, bir sözlə omega 3-ü hər kəs mütləq olaraq qəbul etməlidir. Və təbii ki, apteklərdə Neovita omega 3 yağ turşusunu əldə edirsiniz. Təmiz omega 3-dür. Dediyim kimi, mütləq olaraq bu iki elementə də fikir verməlisiniz. Çünki hər bir omega 3 keyfiyyətli olmur. Sadəcə olaraq diqqət etdiyiniz əsas maddə də budur. Alırsınız, gündə 1 və ya 2 dəfə qəbul etməklə orqanizmdə yetərli qədər omega 3 yağ turşusunu mənimsəyirik və təbii ki, sadaladığım problemləri aradan qaldırmış oluruq. Bütün aptek şəbəkələrində də var. Alırsınız, istifadə edirsiniz.